Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq. Oxu Az Baku sizə istinadən xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq. Bu kartlar müəllimlərə müxtəlif sahələrdə, nəqliyyatdan alış-verişə, yaşa xidmətlərindən elektron resurslara qədər bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır. Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdurəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək təhsil sahəsinin əməkdaşları, xüsusilə müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır. Layihə çərçivəsində bu kartın çoxfunksiyanal bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir. Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən Tələbə Plus kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75%-dək endirimlərdən yararlana bilərlər. Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır.